Deyir ki, yataq otağına ucuzlu divar kağızı və ya boya qoyaq, amma qonaq otağına qoymuruq. Fikir vermişsiniz də yəqin ki ona. Niyə? Çünki burada bizdə bir göstərişi sevmək var da. Ki göstərişim ki, əslində mən həm də biz özümüzdən daha çox qonağı fikirləşirik deyə. Ona görə onun komfortunu fikirləşirik ona görə. Ona görə dəhliz və qonaq otağı bizim üçün çox əhəmiyyətlidir. Buna daha çox məbləğ aparan hissələr bu ikisi olur normalda. Keçirik sonra hansı otağı deyirsiniz? Məsələn, qonaq otağında nəyə fikir verərdim? Qonaq otağında zonalara fikir verərdim. Minimal 3 dənə zona olmalıdır. Bir, yemə zonası ki, bu standartdır. Yemək yeyildi. Bir, divan və televizor zonası. Bir də istirahət zonası.